İndi bir sıra rayonlarda tez-tez ortaya çıxan məsələlərdən biri də məişət tullantılarının vaxtında təmizlənməməsi ilə bağlı olur. Elə Ağdamın Qasımbəyli qəsəbəsinin sakinlərini narahat edən də bu məsələdir. Ətraflı növbəti süjetdə. Ağdam rayonunun Qasımbəyli qəsəbəsi ərazisində qutular olmadığı üçün sakinlər məişət tullantılarını nəzərdə tutulan açıq yerə tökürlər. Tullantıların vaxtında təmizlənməməsi isə onun ətrafa yayılmasına səbəb olur. Sakinlərin bildirdiklərinə görə bu hal ərazidə xəstəliklər də yaradır. Zibil mənim evimdədir. 3 uşağım var, 3-ü də xəstəlik tapıb. Zibilin hesabına itlər də dolur bura. Sakinlər ya məişət tullantılarının vaxtında daşınmasını, ya əraziyə qutuların qoyulmasını, ya da tullantıların atılması üçün başqa yerin seçilməsini istəyirlər. Ağdam mənzil istismar sahəsinin mühəndisi Nizami İslamov isə deyir ki, rayon ərazisində 17 qəsəbəyə 4 tullantı maşını xidmət göstərir. Təmizləmə işləri cədvəl əsasında həyata keçirilir. Tullantılar üçün başqa ərazinin ayrılması isə mümkün deyil. İndi belədir də, sakinlər nərazılıq eləyir ki, mənim evimin yanında niyyədir? Onun yerində əşdirsə, o birisi nərazılıq eləyəcək ki, mənim evimin yanına gətirib qoyma. Bax, belədir. Görünür ki, Qasımbəyli qəsəbəsinin sakinləri məişət tullantılarının qoxusuna hələ dözməli olacaqlar. Elmir Həsənov, Rəhman Əsədov, Daşqın Abdullayev, Ağdam.